qonaqlar gətirmişik sizə, hər birini tanıyacaqsınız. Öncəliklə sizə maskaları təqdim edək, sonra tədbirimizə başlayaq. Yaxşı mı? Bir başlayaq. Dəyərli izləyicilər, Aktual Xəbərin izləyiciləri, biz yenidən bir xeyriyyə tədbiri ilə sizlərin qarşınızdayıq. Hansı ki, layihəmizin adı Nura Doğru. Nura Doğru deyərkən bugün Nur uşaq sığınacağına gəldik ki, bax bu körpələrlə tanış olaq, onların hüquqi sosial problemlərini işıqlandıraq və dəstəyimizi onlardan əsirgəməyək. Mən təbii ki, tək olaraq hər dəfə gəlmirəm sizlərin görüşünə. Mənim böyük dəstəkçilərim var. Bugün də sizlərlə bərabər bax bu gördüyünüz hər kəsin adını çəkərək sizlərə təqdim edəcəm. Öncə deməli başlayaq kimlə? Könül xanım Həbib qızından. Aktual Xəbər olaraq buradayıq. Mavinim Dürdanə xanım da Aktual Xəbərin müxbiri olaraq buradadır. Amma önəmli bir nüansı qeyd eləyək ki, biz bu çəkilişimizi həm öz YouTube səhifəmizdə, həm də Dünya Televiziyasının baş aparıcısı Könül Həbib qızının təqdimatında üz-üzə verilişində bax bu gözəl çəkilişi izləyə biləcəksiniz, agah ola biləcəksiniz ki, Nura Doğru layihəsi nə üçün buradadır, necə bir işlərlə məşğuldur. Uğur olsun hər birinizə. Xoş gəlmişik, xoş gördük hər birinizi. Başlayaq biz, sözü verək Könül Həbib qızına. Salam mənim əzizlərim. Necəsiz uşaqlar? Eşitmədim. Şimdi gəlin qalımız alqışlayaq bizi. Öpürük. Dünyanın ən gözəl uşaqları hardadır? Burada. İgid oğulları hardadır? Burada. Düzdürmü? Biz sizi çok sevirik. Siz de bizi sevirsiniz. Bugün sizinle görüşe gelmişik. Tek değilim. Bak görsün ne kadar insanlar sizinle görüşe gelip öz komandamızı birgəyik. Siz hiç vaxt düşünmeyin ki siz teksiz. Siz tek değilsiniz. Sizin Aynur kimi, Aynur ana kimi, Kazım ata kimi sizin atanız, ananız var. Eyni zamanda sizin öz doğmalarınız da var. Şimdi neyse. Öpürəm sizi və düşünürəm ki, bugünkü günü sizinle görüşü çok tələsdim və düşündüm ki, bu görüşü siz de gözləyirsiniz və biz gəldik. Sizi Dünya Televiziyasında biz göstərəcəyik, özünüz özünüzə baxacaqsınız, yaxşı? Biz deməli mərkəzə gəlmək üçün görüşümüz oldu. Təsisçi Nur Uşaq Evinin təsisçisi Aynur xanım və direktoru belə deyək Kazım bəy ilə görüşdük. Dedik sizin evinizə qonaq gəlmək istəyirik. Dedi xoş gəlirsiniz. Bax o xoş gəlirsiniz sözü bugün öz əksini tapdı. Biz hansı ki bu Nur sığınacağındayıq. Öncəliklə rəhbərlərlə bir görüşək, xeyir duasını alaq, ondan sonra öz işimizə davam edərik. Biz layihə yaza bilirik, deyirik hər zaman, amma layihəni gözəl dostlarla gerçəkləşdiririk. Bax, bugün də Nur uşaq sığınacağına gəlmişik. Gəldik, gördük, nələri gördük. Təsis etdi Aynurə xanım, rəhbərlik edir Kazım bəy. Ata-ana obrazındadılar. Həqiqətən valideynlərini itirmiş, övladlar özlərini kimsəsiz hiss etmirlər. Onların rəhbərliyi altında və biz dostların sayəsində. Yaxınlaşaq Aynurə xanıma. Aynurə xanım, əzizim, biz sizin mərkəzdəyik. Çox xoş oldu. Bax, qucaq dolu salamlar gətirmişik, qonaqlarla gəlmişik. Bugün evinizi, qapısını bizə açdığınıza görə sizə dərin təşəkkürümü bildirirəm. Təşəkkür ederiz sizə, Könül xanıma. Var olasınız, hər zaman uşaqları yad etmişsiniz. Verilişimizdə, layihələrimizdə, uğurlarınız bol olsun.
Gələn qonaqlarımızı salamlayıram, xoş gəlmisiniz deyirəm. Hər zaman sizi bunların yanında görmək istəyirəm, çünki onların əzizi bizlərik, sizlərsiz. Təbii ki. Qapım açıqdır hər zaman. Bir daha xoş gəlmisiniz. Hər bir şey. Çox sağ olun, çox sağ olun. Qapınız açıqdır, ürəyiniz ondan da çox Bəli, genişdir çox və sağ olun. açıqdır. Var olun. Baxın, belə bir xanım, fiziki məhdudiyyətli bir xanım əli ayağı olan insanlara bir ayaq olubdur, bir ana olubdur. Mən sizi həqiqətən alışdırıram. Allah sizi var eləsin. Hər kəsin bir sahəsi var, amma hər kəs öz sahəsini layiqincə təmsil etməz. Kimi maaşa görə, kimi pula görə, kimisi də ürəyinə görə. Bax, Aynura xanım o xanımlardan biridir və bura gələn bizim qonaqlarımız da öz əməyi ilə, öz ürəyi ilə, maddiyyatı və mənəviyyatı ilə bugün nur sığınacağındadır. Kazım bəy, sizi tanımaq mənim üçün çox xoş oldu. Efirdə tanıdım Kazım bəy, zəhmət olmasa siz də yan alın. Təsis etmək gözəl bir şeydir, rəhbərlik etmək ondan da gözəl bir şeydir. Nə gözəl ki, mən sizi efirdə tanıdım və bildik ki, siz buranın rəhbərisiz. Görüş təşkil etdik, bugün sizin mərkəzdəyik. Təşəkkür edirəm. Hər birinizə təşəkkür edirəm, çox sağ olun, var olun. Biraz xanımı gördüm, kövrələtdir, ona görə mən əslində bu ayda göstərdim. Bayaqdan izləyirəm, mətbəxdə Turalla danışırlar uşaqlarla. Çox kövrəlibdir, bilmirəm indi. Bəlkə də belə yerdə ilk dəfə də olur, ona görə daha çox kövrəlibdir. Və lap yaxşı. Bir daha təşəkkür edirəm, çox sağ olun. Nə qədər o gözəl günlər də yaşasaq, xoş günlər də yaşasaq, ürəyimiz kövrəkdirsə, əməlimiz təmizdirsə, gözümüz hər zaman yaşlı olacaq. Deməli, Dürdanə xanıma da söz verək, mənim əlim, qolum, sağ sözüm, sol ürəyim, belə deyək. Dürdanə xanıma söz verək, o da bizlə bərabərdir, bir psixoloq olaraq, fizioterapevt olaraq və aktual xəbərin müxbiri olaraq mənim yanımdadır. Baxın, yenə də deyirik, Aynura xanım, əgər uşaqlarda psixoloji olur, bizim özümüzə də psixoloq lazım olur, fizioterapiya üzrə hansı bir problemlər olarsa biz təmənnası sizin mərkəzə gəlib gedə bilərik, böyülü kiçili hər birinizə xidmət verə bilərik. Söz Dürdanə xanımdadır. Hər birinizi salamlayıram. Biz artıq ikinci dəfədir bu məkandayıq. Birinci dəfə gəldik, təşrif buyurduq Əfsanə xanımdan. İcazəmizi aldıq ki, biz öz, belə deyək, sülhsevər, yardımsevər insanlarla bu məkanda olmaq istəyirik, bu uşaqların görüşündə olmaq istəyirik. Hərə öz sahəsi üzrə bir mütəxəssisdir. Hərə öz sahəsi üzrə istəyir ki, bu uşaqlara az da olsa bir yardım əlini uzatsın və bu işdə də bizi vəsilə edən aktual xəbərin direktoru Əfsanə xanım Famil qızına təşəkkür edirəm ki, belə işlərə bizi vəsilə edir və bir Leget Company şirkətinin rəhbəri olaraq bizləri belə işlərə vəsilə etdiyi üçün sizlərə təşəkkür edirəm. Nə xoş bizlərə ki, baxın, bu məsum, ruhları pak olan uşaqların yanındayıq. Hər birinizə təşəkkür edirəm, təklifi qəbul edib gəldiyiniz üçün və bizlərlə bir arada olduğunuz üçün. Uşaqlara bir balaca rəqs təqdim edək, əylənsinlər. Daha sonra bizim dəstəkçilərimizin hər biri sizi salamlayacaq, öz arzularını çatdıracaq. Bizlə bərabər bu günlərin Mələklər Rəqs qrupunun bədii rəhbəri Xəyalə Haşimova. Baxın, onların gözəl rəqs qrupunu görəcəksiniz, ifa edəcəklər. Öncə onlardan bir söz alaq, gəlin. Səhər. Bax, görürsünüz səhər. Səhərləriniz hər zaman nura boyansın deyə. Səhər, nə üçün gəlmirsən bura? Bəli, dəstək üçün gəlmirsən. Hansı rəqsi edəcəksiniz? Həsrət rəqsi. Heç zaman həsrətdə qalmayaq. Amma görək həsrət rəqsi nədir və necə təqdim edirlər, izləyək.
bugün sizin görüşünüzə bizlə bərabər İradə xanım Həsənova da gəlibdir. Hansı ki, o da təşkilat rəhbəridir və sizi kimi körpələrlə, yeniyetmələrlə çox görüşlər olur. İradə xanım, buyurun, zəhmət olmasa. Çox sağ olun. Mən İradə Həsənova, Səma və Ekososial İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri. Eyni zamanda çox sevindim, çox təşəkkür edirəm. Sizin bu təşəbbüsünüzə mən də qoşulmaqda vallahi həqiqətən o qədər belə məmnunluq və çox içimdə bir rahatlıq hiss edirəm. Çünki mənim özüm də uşaqlarla bərabər işləyirəm. Neçə belə həm də bilirsiniz reabilitasiya, yəni mərkəzlərimiz var. Bəli. Ona görə də mən həmişə uşaqlarla görüşdüyəndə ilk öncə o qədər belə sevinə-sevinə razılıq verirəm və gəlmək istəyirəm, görüşürəm uşaqlarla. Uşaqlar mənim üçün həm də bir növ nəvəm yanımda olmadığına görə, ona görə də onlara o qədər sevinirəm, sevgimi bağlayıram. Elə bil ki, sanki onun o nəfəsini bu uşaqlarla alıram. Çox sağ olun, minnətdaram uşaqlar. Biz sizləri çox sevirik və hər zaman sizlə görüşməyimizə, yəni bu bizim birinci və axırıncı olmasın, həmişə olsun. Yəni tez-tez sizin görüşlərinizə gələcək. Siz heç də özünüzü tək və tənha hiss eləməyin. Sizin Aynura xanım kimi gözəl bir ananız var, amma biz də varız. Bunu indən belə biləsiniz ki, bizlər də varıq. Biz də həmişə sizin həm ananız, həm böyüyünüz, həm xalanız, nə cür istəyirsiniz o cür ifadə edin. Yəni hər zaman, hər bir vaxt sizin yanınızda biz də varıq. Səsinizin məlahətindən, məlahətli səsin, görün necə sakit durublar. Allah sizləri var eləsin, həmişə dəstəkçi olasınız. Allah da sizə dəstək olsun. Bizlə görüşə, hər zaman xeyriyyə işlərində məşğul olan, bax, bizdən əlavə də özü təşəbbüs edən Sevda xanım var. Onu dinləyək görək, o sizə nələr arzu edir. Xoş gəlmişsiniz Sevda xanım. Bilirəm bizdən, bizim təşəbbüsümüzə qoşulmusunuz, gəlmişsiniz. Bu bir gözəllikdir. Özünüzün də digər işlərində təşəbbüsləriniz o bir başqa gözəllik. Mən Zarbaliyeva Sevda, Binəqədi təşkilatının sədriyəm. Bu günləri Əfsənə xanım, mənim burada olmağım, bizim rəhbərlik, Vəhdət Partiyasının sədri Adəm İsmail Bakıvi və Baş Məclisimizin sədri Tahir Kərimli tərəfindən təmsil olunuram. Mən belə ziyarətlərdə dəfələrlə olmuşam. Nə xoş ki, bu günləri bura mənim gözəl bacım mı deyim. Bax, mən hər zaman deyirəm, Əfsənə xanım, siz anadan olanda sizin valideysi elə bir ad qoyub ki, adınızın mənası böyükdür, əfsanə. Bu əfsanə sözün içində nələr var, nələr yatır, bir olan Allah bilir. Bir daha mən əziz körpə balalarım, hər birinizin bağrıma basıram, hər birinizin əllərini sıxıram və Ulu Öndər Heydərimin gözəl bir məsələsini yadınıza salmaq istəyirəm. Sizin hafizəniz daha güclüdür, təmizdir. Həmişə yadınızda saxlayın. Zaman var idi, bizim Ulu Öndərimiz var idi. Allah ona qəni-qəni rəhmət eləsin. O dünyadan köçəni mən biri qələm götürdüm, yazdım. Qamətini əyə bilməz ölüm sənin, yoxluğunu deyə bilməz dilim sənin. Rahat yat, rəhmət sənə Ulu Öndər, yaşadacaq yaddaşında elim səni. Adını çəkdim, çöhrələrdə baxıram, sevinç dondu, mat qalıram şuxluğuna. Ay Heydər baba, məhz ölüm sənə məğlub oldu. Ulu Öndərin gözəl bir sözü var idi, gözəl balalarım. Deyir uşaqlara müqayət olun. Uşaqlar bizim bugünümüzdür. Uşaqlar bizim sabahımızdır. Uşaqlar bizim gələcəyimizdir. Və bugün bu körpələrə himayədərlik edən gözəl xanım, qarşınızda mən dönə-dönə baş əyirəm. Mən sizin qarşınızda bir Azərbaycanlı xanım kimi baş əyirəm. Peyğəmbər Salavatıllahın bir gözəl kəlamı demək istəyirəm. Peyğəmbər buyurub, hansı bir yetim atasız anası olmayan uşağa himayədərlik eləyən ana varsa, ata varsa, cənnətdə mənimlə onun arasında 2 barmaq yer var. Bu Peyğəmbər Salavatullahın kəlamıdır. Görək,
Deyir kasıb o deyil, kasıbdır əyni. Giydiyi paltarlar sadalanmayır. Yox, kasıb odur, düşürəm beyin, sözün mənasıyla qidalanmayır. Deyir, həmin insanla mənim aramda cənnətdə 2 barmaq yer var. Nə qədər yaxınsınız. Mən sizin nurunuz qarşısında baş əyirəm. Mən bütün bağların, sizin əllərinizdən öpürəm. Təzəvvür elə bilmirəm, danışa bilmirəm. Baxın, bir musiqi nömrəsinə keçid alaq. Biz bax bu günlərim sizə kimləri gətirmişik, həkim gətirmişik, psixoloq gətirmişik və sizin görürəm saçlarınız biraz belə çoxdur. Onları gözəlləşdirən, qəşəng centilmen oğlanlar, qəhrəman oğlanlar edəcəklər. Qavaniodur mərkəzin adı. Təqdim edəcəm Kənan bəyin rəhbərliyi ilə. Bax bu yoldaşların adları nədir sizlərə bir-bir deyəcəm. Necə əlləriniz sıxdınız, öpüşdünüz, görüşdünüz, birazdan saçlarınız da gözəl olacaq. Biz musiqi nömrəsinə keçid alaq. Bizim Vüsal Aslanlı. Çox sağ olun Əfsanə xanım. Belə tədbirlərə qatılmaq mənim üçün də çox xoşdur. Hər zaman qatılmalı seçmişəm və bundan sonra da nə vaxt lazım oldu, mən hər zaman dəstəyəm uşaqlara. İndi ifa edəcəyim mahnını ilk dəfə burada ifa edəcəm. Nə gözəl. Yeni çıxardacağım bu mahnını. Sözləri Baba Vəziroğlu'nun, musiqisi isə Rəşad Ağazadənin. Nə gözəl. Baba Vəziroğlu sözün möhrünü vurur hər zaman. Buyur ifa elə. Ən gözəl baxın, nə gözəl təşəbbüsdür ki, mahnısını ilk dəfə sizlər üçün ifa edəcək Vüsal Aslanlı. Uğur olsun. Xəzan gəldi, köçüb getdi ilk bahar. Bilməm, hara uçub getdi durnalar. Mən bilməzdim bu dünyada həsrət var. Səndən qalan xatirədir ayrılıq. Xəzan gəldi, köçüb getdi ilk bahar. Bilməm, hara uçub getdi durnalar. Mən bilməzdim bu dünyada həsrət var. Səndən qalan xatirədir ayrılıq. Bəlkə bir bəyaz olacaq bir-birə. Bir ayrılıq az olacaq bir-birə. Məndən sən olacaq bir-birə. Səndən qalan xatirədir ayrılıq. Məndən sən olacaq bir-birə. Səndən qalan xatirədir ayrılıq. Seni sildim düşdüm necələrdə mən bilmirəm necə dözümlərdə mən. Tək qalmışım bir ayrılıqdır bir də mən. Səndən qalan xatirədir ayrılıq. Seni sildim düşdüm necələrdə mən bilmirəm necə dözümlərdə mən. Tək qalmışım bir ayrılıqdır bir də mən. Səndən qalan xatirədir ayrılıq. Bir beyaz olacaq bir-birə. Bir ayrılıq az olacaq bir-birə. Məndən sən olacaq bir-birə. Səndən qalan xatirədir ayrılıq. Məndən sən olacaq bir-birə. Səndən qalan xatirədir ayrılıq. Səndən qalan xatirədir ayrılıq. Yine yandı söndü, sozuldandı saçlarım. Yine açtı coştu, kankalandı gözler. Bir bakışınla beni alıştırdı. Gözüm senden, sözüm geride kaldı.
çalış mənə nə hiss etdin? Qara gecələrə söylə, güneşin özünə söylə, bu eşitsin bütün dünya, sevdiğini söyle. Qara gecələrə söylə, güneşin özünə söylə, bu eşitsin bütün dünya, sevdiğini söyle. Sözler bəzən çaresizdir, çox acizdir. Sözler bəzən mənasızdır, olur sənsiz hisslər. Mənim gözlərimdə gizlənibdir, yaxşı bax görə bilərsən sevgimi. Gözlərimdən oxu duymaq istədim. İstəsən görə bilərsən sevgimi. Gözlərimdən oxu duymaq istədim. Qara gecələrə söylə, güneşin özünə söylə, bu eşitsin bütün dünya, sevdiğini söyle. Qara gecələrə söylə, güneşin özünə söylə, bu eşitsin bütün dünya, sevdiğini söyle. Değerli Aktual Xəbərin izləyiciləri, bilirsiniz ki, biz mütləq təşəkkürnamələrimizi təqdim etməliyik. Hər bir insanın əməyinin bəhrəsi olur. Bugün Vüsal bizlər üçün biz ifa etdiyinə görə, bizimlə bərabər olduğuna görə Aktual Xəbərin adından sənə bir təşəkkürnamə təqdim edirik. Dürdanə xanım Aktual Xəbərin müxbiri olsa da, biz rəhbərlik adından istədik ki, onun da bax, bu əməyini yerdə qoymayaq. Uğur olsun. Teşekkür ederim Efsane Hanım. Diqqətinizi hər zaman əsirgəmirsiniz. Bir daha diqqətiniz üçün teşekkür ederim. Var Varsın, olsun. mən dəyərli bacım, hər zaman yanımda Borcumuzdur. dəstəkçilərimiz. Minnətdarım, təşəkkür edirəm. Sevda xanım, sizə Aktual Xəbərin adından təşəkkürnaməmizi təqdim edək. İnanıram ki, xoş oldu bugün bizlə bərabər olmaq. Sizin çıxışınız, ürəyiniz, qabiliyyətiniz bir başqadır. Çox sağ olun, var olun. Mən sonunda demək istəyirəm ki, arsızlıq eləyib gülməyə nə var? Ömrün sonunu gözəl balalar bilməyə nə var? Biz də 5-10 dəqiqə buradayıq, misafirik. Birazdan gedəcəyik. Mərdin gülləsi ilə ölməyə nə var? Bizdən sonra sizlərə namərdin daşı dəyməsin. Allah hər birinizi qorusun. Və cənab prezidentim Qarabağda gözəl bir söz bizi dəftətə gəlir. Ey Peyğəmbər ümməti, ey Azərbaycan xalqı vəhdətə gəlir. Mən hər birinizi rəhbərliklə, Əfsanə xanım, sizin özümüzün vəhdət partiyamızda görmək istəyirəm. Və bizim partiyamız əlbəttə ki, cənab prezidentimizin siyasətini dəstəkləyir və ölən günümə qədər şəxsən mən özüm də dəstəkləyəcəm. Hər birinizin arasına baş əyirəm. Yaşasın bəşər aləmində analogu olmayan cənab prezidentim İlham Əliyev. Yaşasın basılmaz, sığılmaz, qüdrətli, şanlı ordum, yaşasın qazilərim, şəhidlərimizə rəhmət, sizlərə gözəl xalqım, gözəl gələcəyin balaları, Rəbbimdən uzun ömür, xoş günlər, can sağlığı arzu edirəm və hər birinizin qarşısında baş əyirəm, yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır. Sağ olun. İradə xanım, çox sağ olun ki, bizlə bərabərsiniz. Bax, belə gözəl. Bəli, biz də sizləyik. Bax, bu gözəl arzularınızı, dualarınızı eşitdik. İstədik ki, xəbər saytımız, Aktual Xəbər hər yerdə aktualdır. Dəyərli izləyicilərimiz və bizim də amalımız dövlətimizi, prezidentimizi dəstəkləyirik. Saytımızda eyni ilə və sizə
təşəkkürnamə hazırladık Aktual Xəbər adına. Minnətdaram. Hər işinizdə uğurlar arzulayıram. Biz də bütün işlərimizdə sizinlə bərabər varıq. Minnətdaram. Könül xanım, bax, bu Aktual Xəbərin adından Dünya Televiziyasının baş aparıcısı Könül Həbib qızına təqdim edirik. Çox sağ olun. Bizim yanımızdasınız, biz də sizin yanınızdayıq və bizim bu çəkilişimizi öz verilişinizdə göstərməyinizə görə minnətdaram öncədən və təşəkkürümüzü də bildirim. Çok sağ olun uşaqlar. Bir söz diyeceğim. Sizi çok sevirəm. Biz də sizi. Dəyərli izləyicilər, biz Nur Uşaq Evinin uşaqları üçün ikinci musiqi nömrəmiz də var. İfa etsinlər, deyirlər, Gürcü rəqsini ifa edəcəyik. Bax. Dəyərli dostlar, bax bu rəqsin rəhbəri, bədii rəhbəri, belə deyək, Xəyalə Həşimovadır və Mələklər rəqs qrupu. Biz də Aktual Xəbər olaraq sizlərə təşəkkürnaməmizi təqdim edək. Var olun ki, hər zaman bax belə gözəl mələklərlə bərabər bizlə hansı tədbir olursa Xəyalə xanım həmişə bizə yox demir. Minnətdarım, sizin sözünüzü eşidək. Ben de çok şadam ki buradayız. Allah uşaqlarımıza xoşbəxtlik nəsib eləsin. Siz də var olun ki, bizi dəvət edirsiniz. Mən bilirəm ki, bizlə bərabər gəldiyinizdən əlavə sizlər də həmişə uşaq evlərinə gedirsiniz. Özünüzə aid də təşəbbüsləriniz var. Buna görə də ayrı təşəkkür var. Aktual Xəbərin izləyiciləri. Biz demişik axı, biz hər zaman dəstəkçilərlə sizlərin görüşünə gəlirik, dostlarımızla sizin görüşünüzə gəlirik. Sosial məsələlər üzrə televiziyada ekspert olan bizim əzizimiz, dostumuz Ceyhun bəy iş adamıdır.
Xoş gəlmisiniz. Sağ olun, hoş Bu geldiniz. gözəl təşəbbüsdə bizim yanımızda olduğunuza görə və mən sizi izləyirəm, biz ekspert olaraq televiziyada da bərabərik. Sizin bizdən də əlavə kimlər dəstəyə çağırırsa mən gələrəm baş üstə deyə o sözləriniz danılmaz və əvəz edilməzdir. Nə yaxşı ki yanımızdasınız, sözünüzü dinləyək və bizim sizə aktual xəbər olaraq təşəkkürnaməmizi qəbul edirik. Mən də öz adımdan, bizim kollektiv adından, başda Aydın xan müəllim olmaqla, televiziya komandası adından və xeyriyyəçilər adından hər birinizə təşəkkür edirəm. İlk öncə bu təşəkkür sizə düşür ki, bu təşkilatçılığı siz etmişsiniz və bu Allah qatında da böyük bir savabdır. Əlbəttə ki, bizim gənclərimiz də bizə nümunə olur. Bu özü bir paylaşımdır, bir bölüşməkdir və bizim gələcəyimizin əskərləri burada yetişir, gələcəyimizin qızlar, xanımlar burada yetişir. Hər biri də cəmiyyətimiz üçün, vətənimiz üçün yararlı övlad olacaqlar inşallah. Bizim dəstəyimizlə və buranın rəhbərliyinə təşəkkürümüzü bildiririk. Nur Uşaq Evinin xüsusi öz təşəkkürümüzü bildiririk ki, hər şey öz qaydasındadır, səlqə səhman və bizi də xoş məramla qarşıladıqları üçün öz xüsusi təşəkkürümüzü bildiririk. Var olun, bir daha hər birinizə təşəkkür edirəm. Sağ olun. Çox sağ olun, var olun. Mən hər zaman deyirəm, siz dəstəkçilərimiz olmasanız, o məsəl var edir, bir gündən yaz açılmaz. Biz gözəl yazırıq, amma gözəl bərabər gerçəkləşdiririk siz dostların sayəsində. Allah sizə can sağlığı versin, ruzinizi bol yetirsin, maşınınızın hər zaman qarşısı yaşıl işıq olsun ki, əfsanə, bəli, mən hər zaman sizlərlə bu yoldayam deyə biləsiniz. Ürəyinizə var olsun, özünüzə var olsun. Sağ olun, var olun, minnətlər. Sağ olun. Əziz uşaqlar, bax sizlə bugün biz bir qonaq da dəvət etmişik, hansı ki, həkim, pediatrdır. Pediatr nə deməkdir? Uşaq həkimi deməkdir. Fidan Mirzəyova. Zəhmət olmasa gəlsin. Birazdan bax o sizi yoxlayacaq. Sizdə baxacaq ki, əgər səhhətinizdə problemlər varsa, özü sizi müayinə edəcək və sizə dərmanlar yazacaq. Hər zaman sağlam olun. Tək həkimə ehtiyacınız olmasın, amma bizim dəyərli bacımız, bizim dəyərli dostumuz, hər zaman xeyriyyə işlərində bizlə bərabər olan Fidan xanıma öz təşəkkürümüzü bildirək. Nə yaxşı ki, bu təşəbbüsdə bizlə bərabərdir və bizim layihəmizdə sizlər üçün, sağlığınız üçün qonaq gəlibdir. Çox sağ olun Fidan xanım. Biz Aktual Xəbər adına sizi təltif edirik, təşəkkürnamə hazırlamışıq. Ümidvaram ki, bundan sonra yolumuz daha uzun olacaq. Salamlayıram. Bu gözəl tədbirdə iştirak etməkdən çox məmnun oluram. Buna görə də xüsusi olaraq Sənə xanım sizə çox-çox təşəkkür edirəm. Uşaqlarımıza, bu gözəl balalara ilk öncə sağlamlıq arzu edirəm və gələcək həyatlarının nurlu, işıqlı olmasını Allahdan onlara arzu edirəm. Allah həkimləri nə deyib? Vəsilə edib, vasitəçi olaraq bu dünyaya gəlir. Bəli, siz də bir həkim olaraq, özdə hansı həkim? Uşaq həkimi, pediatr. İnanıram ki, bu yolda uğurlarınız daim bol olacaq və hər zaman bizim körpələrin xidmətində Hipokrat andını içib qanunumuz. Mütləq həmişə xidmətdə olacaq. İnanıram ki, körpələr hər zaman sizdən sağlam şəkildə məmnun qalıb gedəcək. İndi biz birazdan müayinələrimizi də edəcəyik və həkim xalatını geyinəcək Fidan xanım, bizim körpələri müayinə edəcək. İnanıram ki, hər biriniz sağlam olacaqsınız. Təşəkkür ederim. Mənsura İbişova, əziz dəyərli xanımımız, bizlə bərabərdir. Nail bəy, zəhmət olmasa siz də gəlin. Xanım hər zaman müqəddəs torpaqların ziyarətini təşkil edir. Bir təşkilatçıdır, xeyriyyəçi iş xanımıdır və Nail bəy də onunla bərabərdir. Tur rəhbərisiz. Bəli. Bu günlərin bizlə bərabərdir. Bugün bu təşəbbüsdə bizim yanımızdadır. Bizim üçün də xoş oldu ki, mənim sağımda və solumda bax belə gözəl dəyərli dostlar dayanır. Çox sağ olun Mənsura xanım. Bax sizi Aktual Xəbər adına, Nail bəy sizi də Aktual Xəbər adına
bir təşəkkürnamə təqdim edirik. İndi sizin bax o ziyarətlərdən təzə gəlmişsiniz. Dünən gəlmişsiniz də, səhv etmirəmsə. 2 gün öncə. Gözəl dualarınızı eşidək. Öncə hər birimizə bura gələn bütün xeyriyyətçi insanların hər birinə öz adımdan və Turumun adından çox dərin təşəkkürümü bildirirəm ki, belə gözəl bir tədbirdə iştirak edirik. Zaten o uşaqlara qayğı və hər birinin o körpə ürəyindən öpək onların. Onların gözlərində çox böyük həsrət var. Biz onlara o həsrəti unutturaq və onlara hər birimiz özümüzün bacardığımız qədər əlimizdən nə imkan varsa o qədər dəstək olmağa məmnuniyyətlə hazırıq. Allahın izni ilə Allah bizə xeyirli bərəkətli ömür nəsib eləsin ki, belə tədbirlərdə daha geniş iştirak edək və Əfsanə xanıma da öz təşəkkürümü bildirirəm və Ceyhun qardaşıma, dəyərli Ceyhun qardaşıma sayəsində Əfsanə xanımı tanıdım və məmnunum. Çox gözəl, Allah Taala getdiyimiz hər bir yolda, fərq etmir, ziyarətdir, hansısa bir yolda olsun, bizi gözəl əməli salih bəndələrlə rastlaşdırsın və gözəl bir ortamda bir-birimizi görək, tanıyaq Allahın izni ilə və etdiyimiz hər bir əməli Allah Taala suava yazsın. Şükür həmd olsun Allah'a ki bugün buradayıq, birlikdəyik. Kim nə edibsə haqqımızı halal edəyin və Əfsanə xanıma yenə də öz təşəkkürümü bildirirəm ki, tədbirə rəhbərlik edir. Allah Taala həmişə onu uca etsin. Bizim üçün dəyərlidir, Allah dərgahında da hər biriniz dəyərli olun. Var olasınız. Bir nüansı vurğulayaq Nail bəyin sözündən. Deməli, təşəkkür edirəm başda Əfsanə xanımın deyilməyi olmaqla. Şükür olsun ki, bu günlərdə yardımımızı əsirgəmədik. İnşallah davamlı olsun. Bacardığımız və bacardığımızdan artığına çalışırıq ki, həmişə uşaqları sevindirək. Hamımız hər uşağın üzündə bir damcı gülüş olaq. İnşallah. Mən dedim axı, xüsusi vurğulamaq istəyirəm nəyi. Bu mənim həyatımda çox təsadüf belə deyək, rast gəlinir, amma bunu deməliyəm. Biz insanları tədbirlər zamanı, belə deyək, tanış olmaqlarına vəsilə vasitəçiyik. Amma bu günləri Mənsurə xanımı mənlə tanış edən Ceyhun bəyə özlərinin təşəkkürümü bildirirəm. Nail bəy də mənlə tanış etməyə Ceyhun bəy burada vasitəçidir, vəsilədir. Görün nə gözəl bir işdir ki, hər kəs bir-birinə deyir ki, bax belə bir tədbir var, belə bir layihə var, sizlər də orada gəlin bir qatqınız olsun. Mən bir çox insanları bir-biri ilə tanış etmişəm, amma indi getdikləri düz yolda, belə deyək, güya ki, o yolu özləri gedirmiş kimi qələmə verirlər, amma yenə də bu bir uğurdur. Mənim üçün xoşdur ki, mənim ən gözəl xarakterim insanları bir-birindən tanış edib dost edirəm. Bugün də bax, mənim etdiyim bir əməli də edən məhz Ceyhun qardaşımızdır. Allah ona daim can sağlığı versin, sizlərə də uğur arzu edirəm o getdiyiniz ziyarətləri. Allah bizə də nəsib etsin. İnşallah, inşallah məmnuniyyətlə bir gün olar ki, bir qrupla yenidən biz o Ərbeyin Ümrə, Məşəd Kərbala yolu gedərik. O yol bizi gözləyir, onu hiss edirəm. Bax, Allah onu bizə qismət edəcək və biz orada. Və bugünkü gün bura yığışmamız Allahın bir lütfüdür ki, gözəl bir ortamda təşkilatçı və ürəyi əməli gözəl bir salih bəndələrlə biz bugün buradayıq. Nə gözəl. Burada bir nəfər bizim bir Xəyal bəy var, iş adamı, onun da bir qatısı var. İnşallah zaman olar, o özü də burada gələr. Onunla da görüşərik. Ona da bir təşəkkürnamə təqdim edərik, amma özünə. Bəli, inşallah, inşallah. Allah sizləri var. Amin cümləmizi, hər birinizə özlərinin təşəkkürümü bilirəm, ayrı-ayrılıqda nə yaxşı ki varsınız, bugün buradayıq, birlikdəyik. Həmd olsun Allaha. Amin. Çox sağ olun, var olun. Deməli uşaqlar, mən bura dəvət edirəm. Kənan bəy, Kavanyo studiyanın rəhbəri Radik bəy, Orxan bəy. Baxın, özlərin saçlarına bax, adamın həvəsi gəlir ki, gedib saçını belə düzəltib versin. Deməli, xoş gəlmişsiniz. Dəyərli dostlarımızdır. Mənə deyirlər ki, hara getdiniz bizi dəvət edin, biz o körpə uşaqlara xidmət verək. Elə gözəl studiyaları var ki, mən bildim ki, studiya Yasamalda sosial mida evlərdə yerləşir. Başqa harada var? İkisi də orada var. Çox gözəl məkandır və icazə versələr arada biz sizi götürüb oranı da göstərə bilərik. Uşaqlar, birazdan nə cürə, nə formasında saçınızı istəsəz, bax, bəylər, Radik bəy, Orxan bəy, Kənan bəy də rəhbərlik edəcək. Uşaqlar, eşidirsiniz məni? Saçlarınızı düşünün ki, necə olacaq? Orxan bəyin təqdim edək təşəkkürnaməsini. Radik bəy, Kənan bəy.
ki, amma onlar öz sözlərini sizin saçınızı kəsərkən deyəcək ki, hansı saç istəyirsiniz? Buyurun, siz eşidək. Teşekkür ederim. Teşekkür ederim ki bizi buna çağırdılar. Biz de kavallar ve kavallar olarak ne vaxt lazımdır? İnşallah bir şey yanındayım. Ne vaxt lazımdır? Hara lazımdır gəlib onlara dəstək olun. Mən buna inanıram və bizlə bərabər gəlmisiniz. Özünüz bizə dediniz ki, bizi belə bir mərkəzlərə aparın. Çox böyük təşəbbüsdür. Niyə çox böyük işli düşüncədir? İndinin yeniyetmələri, cavan gəncləri bilirsiniz ki, özləri üçün yaşamağı sevirlər. Amma baxın, necə gözəl bir təşəbbüsdür ki, biz sizlər üçün çalışmağa gəlirik. Təşəkkür edirəm. Razik bəy, sizi eşidək. Çox sağ olun, dəvət etdiyiniz üçün. Biz həmişə uşaqların qayğısında, xidmətindəyik. Uşaqlar bizim gələcəyimizdir. Nə gözəl, uşaqlar bizim gələcəyimizdir, deyir. Və Kənan bəy dedi ki, biz sizin xidmətinizdə alqışlamaq lazımdır. Orxan bəy nə deyir? Əlimizdən gəldiyi qədər nə bacarsa, inşallah həmişə sizin xidmətinizdəyik. Təşəkkür edirəm, bizlərin xidmətindədirlər. Var olun, birazdan xidmətlərinizi görəsinik. Allah sizləri var eləsin. Biz bir dənə də təşəkkürümüzü edirik və keçirik, ifasını dinləyirik. Cavan, gənc istedadlı müğənnimiz Fərid Əziz. Xoş gəlmişsən. Çox gözəl ifalar edir. Bunu sizlə eşidəcəyik. Uğur arzu edirəm. Müsabiqələrin belə deyək, qalibi olubdur və bir gənc olaraq da hər kəsin sevimlisi olubdur. Aktual xəbər adına təşəkkürnaməmiz var və sizi eşidir. Teşekkür ederim Səraf xanım. Təbii ki, mən bu uğurları qazanmaqda əsas səbəbim birinci olaraq Əfsanə xanım Nəbiyevadır. Məndən təşəkkürlərimi bildirəm ki, sizə mənə dəstək oldunuz. Yəni, nəzərinizə çatdırım ki, mən əvvəllər yeraltı keçiddə oxuyurdum. Amma indi şu anlığa mənəm deyən səhnələrdə oxuyuram. O da sizin sayənizdə. İnşallah oğullarımız daha çox olacaq. Mən sizin hər zaman bolluğunuzda, uşaqlar təbii ki, bizim gələcəyimizdir. Nə zaman nəsə lazım olsa, biz də sağlığımız sonlara əmlərimizdə. Uşaqlar, baxın, Fərid sizin üçün bir örnəkdir. Nədir? Mən sizə bunu başa salım. Baxın, Fərid istəyirdi ki, müğənni olsun, arzusunu gerçəkləşdirə bilmirdi. Mən bir günləri Fəridi gördüm ki, yeraltı keçidlərdə musiqi ifa eləyir və mən maşın idarə elədiyimə görə heç vaxt keçidlərə düşmürdüm. Mənim balaca oğlum var, Ağa, buradan da onu salamlayıram, mənim gözəl oğlum. Mənə dedi ki, mən popcorn istəyirəm. Dedim, oğlum, düşək Allah harda var? Məktəbin qarşısındakı keçiddə. Mən düşdüm, popcornu alanda gördüm bir dənə cavan oğlan ifa eləyir. Bu yeraltı keçiddə, belə deyək də, bayağı da olsa deyək, küçə musiqisi ilə məşğul idi. Amma səsi o qədər mükəmməl idi. Mən popcornu aldım, uzaqlaşdım, amma mənə kimsə dedi ki, Fəridə yaxınlaşmaq lazımdır və Fəridin gələcəyini Allah sənə vəsilə edəcək ki, sən ona nəsib edəcəksən, təbii ki, Allahın sayəsində. Bir getdim, bir qayıtdım, amma mənə dedilər, getmə, dala qayıt. Gəldim, tanış oldum Fəridlə. Dedim, Fərid, mən səni televiziyaya çıxartmaq istəyirəm, müsabiqəyə. Dedi, inanmıram, mənə filan kanaldan da deyiblər ki, aparasıyıq, amma aparmayıblar, mənə inanmadım. Və dedim, həmən bunları yığışdırırsan, evə gedirsən. Dedi, indi mi? Dedim, elə indi. Bugün mü çıxıram? Dedim, bəli, bugün çıxacaqsan. Fərid getdi, nömrəmi verdi, hətta inanmırdı, evə gedənə qədər zəng eləyirdi. Əfsanə xanım, doğrudan efirə çıxıram, deyirdim, bəli, efirə çıxırsan. Fərid gün o gündür ki, efirdədir və indi səhnələri fəth eləyir, ən gözəl populyar müğənnilərlə dostluq edir. Və dünəninlə bugünündə böyük bir dəyişiklik var. Bu mənim üçün böyük bir zövqdür ki, bir cavan gəncə dəstək olmuşam. İnanıram ki, böyük bir əlçatmaz müğənnilərdən olacaq. Mən də belə yaşlı vaxtımda gelib Fəridin qapısını döyəndə deyəcək ki, onu qəbul edin, tez yanıma gəlsin. Allah səni var eləsin, uğurların bol olsun, daha uğurlara imza atasan inşallah. Mən istəyirəm bir dənə papır ilə başlayaq, canlanma başlayaq. Gözlerim yorulmayı, yolunu gözlemeye, bu dilim sormayı, aklını söyleme.
yandırdı beni. O gül yanaklarının bu ses yandırdı beni. O kara gözlerinin gel ses yandırdı beni. O gül yanaklarının bu ses yandırdı beni. Saadetli gebler sındırma. Mutsuz akım yürek bulandırma. Yüreğim dolu erir yanma. Nereye gitsem yüreğim yaklar. Yalnızlığından çabuk gözler. Bizimden yatmayacak sözler. Aşık yana hele olmaz. Severken sevenler oynar. Ya ister beni, o bilir ben bilemem. Ya da beş tutar beni, o bilir
Gönlüm bak getirsin ya. Ay o yüreğimi üzürsen ya. Canım aldı, onu da yaktım. Canım aldı, onu da yaktım. Yandım halimi, yandım halimi. Canlıyım, bir de yanlıyım. Öldüremeyim, nişanlıyım. Bir can, bir dayanlıyım. Bir can, geçme dayanlıyım. Aydınxan Əbilov, kulturolog, sosial ekspert, gözəl bir insan, gözəl bir şəxsiyyət, daima televiziyanın gözü, insanların, belə deyək, sevimli dostudur. Bugün bizlə bərabər olmalıydı, amma bundan mühüm iş yoxdur, amma ola bilir ki, o işə mütləq bugün getməliydi deyə yarı yoldan qayıtdı. Amma biz yenə də Amma biz yenə də ona buradan qucaq dolu salamlarımızı çatdırırıq və təşəkkürnaməni İradə xanıma təqdim edəcəm. İradə xanım Aydınxan müəllimə təqdim edəcək. Görün nə gözəl təşəbbüs göndəribdir. Aydınxan müəllim düzdür, özü gələ bilməsə də. Kitabları gəlibdir. Valla mən sizə deyim, biz axşamdan onunla danışmışdıq, gəlməliydik. Amma çox doğrudan da önəmli bir məsələ olmasaydı, o gəlməyi düşünürdü. Amma yenə də biz onun adından bu kitabları sizə göndərdik və çox təşəkkür edirik ki, çox gözəl kitab. Maarifləndirici kitablar. Maarifləndirici kitablardır, uşaqlarımıza hədiyyə olaraq. Dövlətimiz, dilimiz, görün nə gözəl kitablardan bəli göndəribdir. İqtisadi məqalələr toplusu ki, bu indiki zamanədə çox önəmlidir və çox kiçikdir bu dünya deyə, amma bu uşaqların dünyası böyük olsun istəyirik. Zemfira Məhərləminin kitabını göndərib, bəli, çox kitablar var. İnanıram ki, uşaqlar böyüdükcə bunlardan oxuyacaq, maariflənəcək. Ən əsası Aydınxan müəllim kimi gözəl bir savadlı şəxsiyyət olacaq. Öz təşəkkürünü bildirir. Çox sağ olun. Biz də onun adından sizə çox təşəkkür edirik. Doğrudan da belə bir təşkilatçılığınıza görə çox minnətdaram. Aydınxan müəllim özü təşəkkür belə söylədi ki, mənim əvəzimdən də mənim təşəkkürlər. Sağ olun, var olun. Hamımız daim bərabərik, birik. Onun adı bizim adımız, bizim adımız Aydınxan müəllim və bəli, daim bərabərik. Hamımızın adı bizim etdiyimiz işlər. İnşallah ki, Aydınxan müəllimə bu təşəkkürnaməni çatdırarsınız. Biz də bu qucaq dolu elmi, maariflənməyi qucağımıza alırıq və kiçik körpə uşaqlara təqdim edirik. Gəl gözəlim bura. Gəlin, çox sağ olun. Gəl gözəlim. Adın nədir? Adı Aynurdur. Aynur, böyüyəndə nə olmaq istəyirsən?
Sən böyüyəndə bu kadrları görəndə böyük bir həkim olarsan. Olmaq istəyirsən, müəllim olmaq istəyirsən. Ay sağ ol, onda baxacaqsan bu kadrlara. Siz də gəlin görün, gəlin yanıma. Baxın, Aydınxan müəllim sizə kitablar göndərib. Çox kiçikdir bu dünya, amma dünyanız böyük olsun inşallah. Oxuyarsınız. Dövlətimiz, dilimiz. Oxuyarsan, yaxşı mı? Üstündə bayrağımız da var. Bax, sizə görüm uyğun kitablardan baxaq. Çox sağ ol, Fatimə, oxuyacaqsan. Kiçik dünya yazılan bu kitabı sən böyük dünyaya sığışdıracaqsan, oxuyub maariflənib. Götür, gözəlim mənim. Görək sənə burada qəşəng bir, baxın, İrs deyə bir jurnal var. Burada bütün irsimiz təqdim olunub, oxuyarsınız böyükçə. Yaxşı, bunların hamısını sizə götürün, oxuyarsınız, yaxşı mı? Bizim də bu bana. Çox sağ olun Aydınxan müəllim. Baxın, uşaqlara maraq yarandı. Hər kəs kitab istəyir. İlki dövrdə bilirsiniz, kitaba insanların eybi yox. İnsanlara kitablar düşünürlər, maraq azalıb. Amma sənə çatmadı, Aydınxan müəllim. Bunu xüsusi bax, çəkək sizə göstərək. Deyir, mənə çatmadı, amma çatır. Ona da Dəyərli izləyicilər, bizim bir təşəkkürümüz də var. Özü burada olmayıb və bu xeyriyyə işində az da olsa istədik ki, bir toxunuşu olsun. Günay xanım Məmmədovaya təşəkkürümüzü bildiririk. Bu körpə uşaqlarımıza baxın, belə bir müalicəvi siroplar göndərib. Günay xanım, sizə təşəkkür edirik və bundan sonra inşallah daha bizim xeyriyyə işlərimizdə sizin əməyinizi belə deyək, dəyərləndirərik, çəkərik, göstərərik və həmən təşəbbüslərdə inşallah siz özünüz də canlı şəkildə iştirak edərsiniz. Və bu İbufen D siropuna görə dərin təşəkkürümü bildirirəm. Önəmlidir, vacibdir. Günay xanım, bəli. Dəyərli izləyicilər, sizə dedim ki, bizim ikinci bir təşəbbüsümüz var. Hansı ki, özünüz görürsünüz. Saçların kəsimidir. Baxın, görün, necə gözəl. Agil, yaxından götürsən daha detallı görünər. Ən gözəl, xoşuma gələn saç stili bax belədir. Bu saçları darayanda belə kremləyirlər. Nə vurmuşsunuz buna, Radik bəy? Vaks da saç vaks, belə deyirlər. Və bunların belə dən görünmək mənə çox xoşuma gəlir. Həqiqətən bu saç stili möhtəşəmdir, əladır. Və ikinci bir saç stili də olacaq ki, fendən sonra biz onun nəticəsini görəcəyik. Bu stilə nə deyirlər, Orxan bəy? Fade. Görürsünüz, adlar. U hərf olsun. Adın nədir? Uğur deyir ki, Orxan bəy, məndə uğurdursa U hərf olmalıdır. Səndə də U hərf olacaq. Kənan bəy, bir daha sizə dərin təşəkkürümü bildirirəm. Kavanyo Studio Yasamal rayonunda yerləşir, sosial mida evlərdə yerləşir. 2 dənə gözəl, möhtəşəm salonları var. Bu havası da gözəldir, çünki mənim oğlumun da saçını biz orada kəstiririk və Kənan bəy oradan tanımışam. Uğur arzu edirəm sizə. Təbii ki, saçlar kəsiləcək və biz sonra sizdə kollektiv şəkildə axırda nəticələri göstərəcəm. Siz də etibar edin saçlarınızı, çünki saçlar bir dəfə körlandısa, geri dönüşü gərək bir 5-6 ay gözləyəsiniz. Ona görə doğru düzgün mütəxəssislərə müraciət etməlisiniz. Orxan bəy, Razik bəy əlləri qızıldır, müdürləri də ondan bekar qızıldır. İnanıram ki, hər zaman qiymətlərinizə də xüsusi diqqət edirsiniz. Mən bunu deyəcəm. Başqa yerlərdə bunu vaxt deməmişəm indiyə kimi sizdə. Adi uşaq saç kəsimləri 15 manatdan başlayır. Amma sizdə mən 8 manata görmüşəm. Bəli, qiymətlər sizdə böyük saçlarda 10 manatdır. Bizdən gedənlərdən də pul alır. Ondan sözünü aldım sizdən. Uğur olsun, var olun, uğurlar olsun.
yenə deyirəm, yəni həmişə biz uşaqların həmişə qurulmayıq. Nə vaxt gəlsələr, hər iki filialda da var, həmişə qapılarımız. Mütləq Kavanyo Studio tam təmənnasız ehtiyaclı ailələrin və şəhid qazi ailələrinin təmənnasız bəli xidmətindədir. Var olun, sağ olun, minnətdarım. Görürsünüz, Nura adlı layihəmiz necə işıq kimi, nur kimi işıq saçacaq sizlərə və görün necə gözəl bir detaylara diqqət etmişik, təşəbbüslərimiz var. Tək bura uşaqları görmək üçün, əyləndirmək üçün gəlmədik, sağlıqlarından da narahat olduq. Bəli, rəhbərlik öz üzərinə düşəni, həkim tərəfdən hər bir işi, yəni öhdəsindən gəlir. Amma onlara bir dəstək olaq deyə bu dəfə özümüz onların mərkəzinə gəldik. Fidan xanıma özlərinin təşəkkürünü bildirirəm. Həkim incə olmalıdır. Həkim həm psixoloq olmalıdır, həm uşaqlarla işləyən həkim bir başqa olmalıdır ki, o da bütün hər bir xarakter sizdə cəmləşibdir. Sizi həqiqətən sevirik Fidan xanım. Necə? Bax, görürsünüz, uşaqlar bəzən həkimlərdən qorxurlar, amma nədən sizdən qorxurlar? Çünki mən dediyim var. O sizdə də var. O, səmimiyyət var, uşaqlarla davranış qaydaları var. Uşaqları yaxınlaşanda uşaq hiss edir ki, doğrudan da Fidan xanım gözəl həkimdir. Var olun, minnətdaram ki, bax, gəldiniz. Mən inanıram ki, bundan sonra da digər təşəbbüslərdə mütləq bizim yanımızdasınız. Uşaqlara da öz, belə deyək, reseptinizi yazdınız. İnşallah ki, biz sağlamlıq arzulayaq. Minnətdaram. Siz eşitmək istəyərəm. Mən də bu layihəni sizə təşəkkür etmək istəyirəm ki, bu layihəni yaratmışsınız və bizi də öz ətrafımıza toplamışsınız. Və bugün biz uşaq bir mələkdir, mələklərin ətrafında olduq. Nə xoş, nə gözəl bizim halımıza ki, Rəbbim bunu bizə qismət elədi ki, bu günümüzü biz gələcəyin, uşaqlarımız bizim gələcəyimizdilər və biz bu mələklərin ətrafında günümüzü keçirdik. İnanıram ki, bu yoxladığınız uşaqlardan hansısa ən az 2 dənəsi həkim olacaq. İnşallah. Çünki siz o pozitivliyi ötürmüşsünüz. İnşallah. Olsun. Nədən o pozitivliyi ötürmüşsünüz? Onu da qeyd edeyim ki, onlar uşaqdır da, gözləri görür, beyni dərk edir və siz onları yoxladığınız zaman onlar narahat olmadısa, siz bu sahəni artıq onları sevdirmişsiniz. Təşəkkür edirəm, var olun. Dəyərli izləyicilər, sağlamlıqla bağlı həkimimiz müayinə etdi. Gedək görək daha sonra hansı təşəbbüslərimiz var. Dəyərli izləyicilər, 3-cü təşəbbüs psixologiya üzrə idi. Uşaqlara, yeniyetmələrə psixoloji test etdi Dürdanə xanım və öz tövsiyələrini verdi. Gözəl-gözəl dinlədilər. İnanıram ki, hər birinin doğrudan psixologiyası da öz yerindədir. Çünki onlar möhkəmdilər, güclüdülər. Bundan sonra da güclü olmağı arzu edirəm bu gözəl. Bax, idmançısınız, eləmi? Görün, nə gözəl psixologiyası yerindədir ki, idmanı sevir, həyata tutunub, həyata bağlanır. Bununla da bir layihənin sonuna gəldik. Nura Doğru adlı layihəmiz yekunlaşdı. Ümidvaram ki, izləyəcəksiniz və bizi dəstəkləyəcəksiniz. Digər belə bir təşəbbüslərdə sizlər də bizə qoşulacaqsınız. Bütün bizə dəstək olanların hər birini təqdim etdim və onlara
Öncədən də təşəkkür etmişdim, sonda da təşəkkür edirəm. Allah ruzinizi bol etsin ki, belə layihələrdə daim mənlə bərabərsiz və bizə dəstək olursunuz. İnanıram ki, digər layihələrimiz daha möhtəşəm olacaq. İzləmədə qalın.